Vallahi, mən hər dəfə deyirəm, müsəlman insan Allahı tanımasa, ondan qorxa bilməz. Heç vaxt. Allahı bilməsə, tanımasa, Allahı sevə bilməz. Allahı tanımasa, Allaha təvəkkül edə bilməz. Necə təvəkkül edirsən Allaha? Məsələn, bir müsəlman gəlib deyir ki, mənim təvəkkülüm güclüdür Allaha. Maşallah, Allahümmə bərik. Kimdir Allah? Vallahi Rəşə qardaş, bilmirəm heç. Nə bilim. Kimə təvəkkülün güclüdür qardaş? Nədir o təvəkkül? Vallahi Rəşə qardaş, məndən çox Allahdan qorxan yoxdur. Kimdir Allah? Bilmirəm. Məndən çox Allahı sevən yoxdur. Kimdir Allah? Bilmirəm qardaş. Bunu bu elmin miqdarında, bilməyin miqdarında sevirsən, qorxursan, ümid edirsən. Vallahi tanıdıqca ümid edirsən. Tanıdıqca qorxursan. Tanıdıqca təvəkkül edirsən. Tövbə edirsən. Və belə. Ona görə fikir verin. İnsanlar içərisində ən çox Allahı tanıyan kimdir? Kim idi? Muhammed sallallahu aleyhi ve sellem. En çok da korkan o idi. Deyirdi ki, mən sizin içərinizdə insanlar Allah'tan en çok korkanam. Yani birdən elə bilərsiniz ki, məndən çox içərinizdə Allah'ı tanıyan var. Yoxdur. O en çok tanıyırsa deməli en çok o qorxurdu Allah'tan. Subhanahu ve Teala. Ona görə çox vacibdir və əzəmətli elmdir. İmam İbn-i Qayyim Rahiməhullah deyir ki, səhv eləmirəmsə Mədəricü Səlikin kitabında deyir, Allaha ən kamil ibadət edənlər Allahın adları ilə ibadət edənlərdir. O da nə vaxt olur? Biləndən sonra. Biləndən sonra. Allaha ən kamil ibadət edənlər Allahın adları ilə təabbud ibadət edənlərdir deyir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm ən çox, ən üstün ibadət edən idi.